Tevhid o zaman xeyri var ki, dalıcanda əməl ola. Əgər bir insanın da imanı xarabdır, əqidəsi xarabdır, onun da əməlinin xeyri yoxdur. Buyurur, imanla əməl, əgər ikisi bir yerdə olsa xeyri var. Qəsəs surəsində 67-ci ayə buyurur, فَأَمَّا مَنْ تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا Əgər o insanları ki, qaydır Allaha tərəf, tövbə eləyir. Tövbə eləyəndən sonra iki dənə də iş görür. Biri amənə, iman gətirir Allaha. İkincisi də budur ki, və əmilə salihən, salih əməllər eləyir. Fəəsə ən yəkunə minəl muflihin. Bu insan xoşbəxt olar. Quran buyurur, xoşbəxtlik bu insanınkidir. İman gətirir və salih əməl eləyir. Əgər iman insanın ürəyinə daxil olsa, bir var dildə imandır, sözdə. Bir var yox, iman insanın ruhinə, qəlbinə, ürəyinə daxil olur. Hədislər bizə buyurur ki, o imanın şüası əməldə görsənər, insanın bədəninin üzvlərində görsənər. Əgər imanın kökü ürəkdə olsa, onun şüası insanın əməllərində görsənər. Məsəl çəkirlər, deyirlər ki, bir otaqda işığı yandırırsan, pəncərələrdən işıq düşür çölə. Belədir, otaq işıqdır. Amma pəncərələrdən onun işığı çıxır. Deyirlər, əgər qəlbi də o cürdür, iman qəlbə daxil olsa, bədənin pəncərələrinin biri gözdür, biri qulaqdır, biri ağızdır, əldir, ayaqdır. Bax, bunlarda iman görsənər. İman ki, ürəkdə oldu, imanı görərsən sən bu adamın gözündə. Görərsən ki, göz xiyanət eləmir. Çünki ürək dolub imanına. Qulaq günah eləmir. Əl günah eləmir. Bir məsəl verirlər, deyirlər, elə bil ki, bir su mənbəyi var. O mənbədən, torbalardan suyu çəkib gətiriblər evlərə. Əgər o mənbəyin suyu şirindir, evlərdə krantı açırsan, su şirin gəlir. İndi birdən şor su olsa, evlərin də su şordur. Çünki mənbə oradır. Bax, əgər iman ürəyə daxil olsa, insanın üzvlərində insandan iman görünər. İmanın əsəri görsənər. İmanın kökü əgər ürəyə daxil olsa, elə bil ki, iman bir dənə kök, əməl şirin meyvələrdir. İnsanda bu cürdür. Meyvənin şirinliyi sübutdur, dəlildir ağacın kökünün sağlamlığına. Ya belə deyir. Meyvə ki görürsən gözəldir, təmiz meyvədir, qurt yemişdir, çürükdür. Baxır insan ləzzət eləyir, bil ki o ağacın kökü sağlamdır. Ki sənə qıdaları çəkib gətirib o meyvəni tərbiyyət eləyib verib sənə. Deyir, əgər
iman insanın ürəyində olsa, insanın əməllərinin hamısı gözəl olar. O yalan sözdür ki, deyirlər, ürəyin saf olsun. Namaz qılmamağına baxma, amma ürəyi çox saf adamdır. Oruç yeməyinə baxma, ürəyi çox saf adamdır. İçki içməyinə baxma, ürəyi çox saf adamdır. Adam öldürməyinə baxma. Yavaş-yavaş gedir də çıxır o ayına. Tün ürək safdır axı. Zübeyri bir nəfər İmam Sadiq əleyhissalamın dostlarındandır. Zübeyri deyir, İmam Sadiq əleyhissalamdan soruşdum. Nə barədə? Ən əfzəlil iman. Dedim, ağa, iman nədir? Həzrət buyurdu, ma la yəqbəlullah şeyən illa bih. İman odur ki, Allah hər nə insandan qəbul eləsə, onun vasitəsilə qəbul eləyir. Onun vücuduna görə qəbul eləyir. Deyir, dedim ki, ağa, bir balaca açıqla da mən üçün. Mənə buyurursan ki, necə olan bir şeydir bu? İman sözdür və sözün yanında əməl də olmalıdır. Yaxud əl-qavlu bila əməl. İman sözdür, insan şəhadət verir. La ilahə illallah. Amma əməl yoxdur. Hansıdır bunların? Deyir, Həzrət buyurdu ki, Zübeyri, əl-imanu əməlun kulluh. İmanın hamısı əməldir. Vəl-qavlu bəzu zalikəl əməl. Və şəhadət vermək, qol, yəni söz də o əməlin bir hissəsidir. İmanın hamısı əməldir. Deyir, atamla getdim Mədinə məscidinə. İmam Sadiq əleyhissalam deyir. Deyir, atamla ikimiz getdik Mədinə məscidinə. Gördük, bir iddə oturublar orada. Mənbər ilə mihrabın arasında, Rovzənin arasında. Yəni Peyğəmbərin qəbri ilə o mənbərin arasında. Mədinəyə gedənlər görüblər də. Peyğəmbərin mənbəri yoxdur, amma yeri qalır. O yerə ki mənbər qoymuşdular. İndi o mənbərin özü yoxdur. Daşdan düzəldiblər, qoyublar ora. Peyğəmbərin özü də orada dəfn idi. Mənbər ilə Peyğəmbərin qəbrinin arasına Peyğəmbərin hədisin hələ indi də heç götürməyiblər. Elə o hədis qalır orada. Həzrət buyurub ki, mənbər ilə Rovzə yəni Peyğəmbər dəfn olan yer. Rovzə bağ mənasınadır. Mənbər ilə Rovzənin arası cənnətun min riyazil cənnə. Ya Rovzətun min riyazil cənnə. Behiştin bağlarının biridir. Odur ki, hamı istəyir orada 2 rəkət namaz qılsın, ora həmişə izdihamdır. Çünki o hədisə görədir ki, Peyğəmbər buyurub, bura behiştin bağlarının biri buradadır. İmam Sadiq əleyhissalam deyir, atamla gəldim, girdik Mədinə məscidinə, gördük orada bir iddə oturublar. Deyir, Həzrət baxdı onlara, dedi ki, Vəllah, inni uhibbu rihakum. Mən sizdən xoş hiss edirəm.
siz bizim dostlarımızsınız. Siz bizi sevirsiniz. Peyğəmbəri, Əhl-i Beyti sevirsiniz. Mən də sizi sevirəm. Məhəbbətim var sizə. Amma bir şey də deyim ki, ə'inuni. Bu məhəbbətə kömək eləyin siz. Dedilər, ağa, necə kömək eləyək biz? Dedi, bu məhəbbəti ki sizin mənə var və bu məhəbbəti ki mənim sizə var, əgər siz əməl ilə kömək eləməsiniz, bu məhəbbət xeyri olmayacaq sizə. Ə'inuni bi əməlin və ictihadin. Pak ibadətlər, pak əməllər, Allah yolunda çalışmaq, çalışın ki, ta bu məhəbbət fayda versin, yoxsa quru məhəbbətin faydası olmayacaq. Nə qədər quru insan məhəbbət eləyə, faydası yoxdur. Həzrəti Süleyman bütün dilləri bilirdi də, bilirdi. 2 dənə quş danışırdı, onların danışığına qulaq asdı. 2 dənə balaca quş, serçə. Gördü, elə bil bunlar bir-biri ilə yoldaşdılar. Amma o erkək o birisinə ki öz yoldaşıdır, ona hədəliyir onu. Deyir ki, sən mənim sözümə baxmırsan, sən tanımırsan məni. Əgər mən istəsəm, Süleymanın binasını dimdicimdə götürərəm, tullayaram dənizə. Həzrət Süleymana qəribə gəldi bu söz. Onu çağırdı. Dedi ki, mən eşidirdim sizin danışmağınızı. Sən necə götürərsən Süleymanın binasını tullayarsan dənizə? Dedi ki, ya Nəbiyyəllah, ay Allahın Peyğəmbəri, o mənim yoldaşımdır. O mənim bəzən sözümə baxmır. Mən yerdən bir dənə daşı götürə bilmirəm, balaca daşı. Mən binanı necə götürərəm? Amma kişiyəm da, kişi yoldaşına görə belə söz deyə də, kişi nə eləyər bə? Sonra deyir, o birisini çağırdı. Dedi ki, sən bunun sözünə niyə baxmırsan? Dedi, o mənə yalan danışır. Çox əsas söz buradadır, əsas hissəsi bu sözün. Deyir, dedi, o mənə yalan danışır. Ona görə. Dedi, nə yalanı danışır? Dedi, bu mənə deyir, səni sevirəm. Amma mən görürəm, bu başqası ilə da gəzir. Oradan bilirəm, bu yalan danışır mənə. Odur, mən buna inanmıram. Deyir, mən səni sevirəm. İddia eləyir, amma əməl o deyir. Yazırlar, Süleyman 40 gecə bu sözə ağladı. 40 gecə. Dedi, ilahi, mən də sənə deyirəm, səni sevirəm. Mən də iddia edirəm, səni sevirəm. Amma görəsən, mənim əməlim necədir? Əməl sözünə düz gəlir, yoxsa düz gəlmir? O da Ali əleyhissalam Peyğəmbərə durdu, sual verdi. Həzrət orucluq ayının barəsində hədisləri ki oxudu, orucluğun fəzilətinin barəsində
yuxular ibadət, nəfəslər təsbih, dedi. Həzrəti Əli əleyhissalam deyir ki, mən durdum ayağa, dedim, ya Rəsuləllah, ma əfzəlul ə'mal fi hazəş şəhr. Bu ayda ən yaxşı ibadət hansıdır? Deyir, Peyğəmbər buyurdu, əl-vərəu ən məharimillah. Ən yaxşı ibadət odur ki, insan günahlardan çəkinə. Bütün namazlardan, bütün zikirlərdən, bütün müstəhəbbi əməllərin hamısından fəzilətli budur ki, insan haramı görəndə çəkilə. Getməyə harama tərəf. Haram nə boyda olur qoy olsun. O böyük olduqcan onun fəziləti də çoxdur. Bir var 10 dollardan adam keçir, yalan danışmır 10 dollara görə. Bir var 1000 dollara yalan danışmır. Bir var 100.000 dollara yalan danışmır. Həzrət buyurdu, bax, yanı bu. Bütün günahlardan əgər insan özün saxlaya bilsə, o insan qüdrətli insandır. Xüsusilə iki dənə əməldir, o birisi əməllərin çoxu bunlara bağlıdır. Biri budur ki, insan ağzın bağlıya, yeməyin qabağın ala. Haram yeməyin əgər insan qabağın alsa, insan hara istəsə çata bilər. Hədislərdə var, buyurur, hər kəs bir tikə haram çörək yesə, 40 gün onun ibadətin Allah qəbul eləmir. Buyurur, elə ki, insan ağzın bağladı, hər nə gəldi ona yol vermədi. Baxdı, gördü ki, bu getdi Harunun yanına, Bəhlul. Qapıçı qoymurdu. Dedi, getdənən bir nəfər gəlib, belə, o biləcək kimdir. Getdi, yol tapdı, getdi. Haruna dedi, səndən bir söz soruşmağa gəlmişəm. Dedi, soruş. Dedi, Harun, yeməyin şərti nədir? Harun dedi, elə bunu soruşmağa gəlmişdim. Dedi, bəli. Bunu? Dedi, bəli. O balaca sualdır. Dedi, ay cavabın. Dedi, yeməyin şərti budur ki, oturasan, Bismillah deyib yiyəsən. Dedi, yox. Əlləri yuyub yiyəsən, müstəhəbbidir insan əlin yuva. Dedi, yox. Duzunla başlayasan. Dedi, yox. Axırda da əlləri yuvasan. Dedi, o da dör. Duzunla qutarasan. Dedi, o da dör. Müstəhəbbidir, çox adam süfrə başında ola, tək oturmayasan. Dedi, onlar da dör. O dedi, bu dedi, yox. O 27 dənə şey dedi. Hamısı da müstəhəbbidir onların. Hamısı da müstəhəbbidir. Axırda əlhəmdülillah deyəsən. Dedi, o da dör. Onlar hamısı yerində. Amma dedi, yeməyin bir dənə şərti var. Yeməyi ki götürdün, istədin yiyəsən, bax gör, əgər sənindir, ye, sənindir, tullavayna. Bir dənə şərti var. Əgər halaldır, Allahın icazəsi var, Bismillah demək yaxşıdır, amma deməsən də olar. Əsas odur ki, halaldır. Amma əgər haramdır, nə qədər Bismillah deyirsəndir, onun xeyri yoxdur. Biri budur, əgər insan boğazının qabağını ala bilsə, Peyğəmbər buyurdu, la yədxulu mələkutəs səmavat vəl-ərz. İnsan göylərin nuraniyyətinə daxil ola bilməz, əgər qarnın doldursa. Haram yeməsin heç, deyir, halalı da doyuncan yeməsin. O çətin şeydir. Buyurur, bax, əzi'u əkbadəkum.
qarınlarınızı boş saxlayın. Ləallə qulubəkum tərəllah. Şayət qəlbləriniz Allahın nuraniyyətin görə. Amma dolu qarın o görməyəcək. Biri budur, yeməyin qabağını alasan, harda getdin gördün, halaldı bismillah, haramdı at yerə. Onu yemə. Birin belə deyir bizə. Biri də buyurur, ikincisi də ki, mühümmidir, insan əgər şəhvətinin qabağını aldı, malik oldu öz şəhvətinə, o insanın ürəyinə nuraniyyət daxil olar. Amma əgər qabağını ala bilmədi, xeyri yoxdur, boş sözdür. Hamısı da əvvəl baxmaqdan başlanır. Elə ki, insanın gözü düşür haram mənzərələrə, naməhrəmlərə. Hədislər deyir, əgər insan haram səhnəni görəndə ona baxmasa, başın aşağı salsa, Allah yerin mələkələrinin sayıcan ona əcr verir. Əgər yerə baxmır, gözün yumur, göğə baxır, göğün mələkələrinin sayıcan ona əcr verir. Amma əgər baxandan sonra dönür, bir də baxır, o insan öz nəfsinin quludur. Öz nəfsinin quludur. Bir cavan oğlan idi, Ənsardan idi. Mədinədə mühacir Məkkədən gələnlər idi, hicrət eləyənlər. Ənsar Mədinəlilər idi, yerlilər. Ənsar gəncilərindən biri küçədə gedirdi, gördü bir qadın gəlir. Gözü düşdü, bir də baxdı. Baxdı, xoşuna gəldi, baxa-baxa gedirdi, başı dəydi duvara. O xanım acığı gəldi bundan, gördü ki, o gözü ilə məni narahat elədi, getdi Peyğəmbərin yanına. Təzə iman gətirmişdilər, hər məsələni Peyğəmbərlə danışırdılar. Həzrət onu çağırdı oğlanı. Oğlan narahat idi ki, səhv eləyib. Həzrət onunla danışanda Nur surəsinin 30 və 31-ci ayələri nazil oldu. Qul lil-mu'mininə yəğuddu min əbsarihim. Peyğəmbər möminlərə denən, gözlərin bağlasınlar və yəhfəzu furucəhum və şəhvətlərinin qabağını alsınlar. Zalikə əzka ləhum. Bu onlara məsləhətdir. Belə yaşasalar, onda təmiz yaşayarlar bunlar. Ondan sonra buyurur, qul lil-mu'minat. Mömin xanımlara da denən, yəğzuznə min əbsarihinnə. Onlar da gözlərin bağlasınlar, baxmasınlar naməhrəmə. Və yəhfəznə furucəhunnə. Onlar da şəhvətlərinin qabağını alsınlar. Və la yubdinə zinətəhunnə. Öz zinətlərin naməhrəm kişilərə göstərməsinlər. Mənim ümmətim deyir belədir. Quran ayəsidir da. Deyir, mənim ümmətim belədir. Olmaz ki, insan naməhrəmlə danışır, hər cür, ondan ürəyi də nurani olar. Gecədə gecə namazına olmaz bu. Mümkündür. Olmaz insan özün naməhrəmə görsədir, bəziyir, ondan sonra da Allahın rəhməti ona nazil olar. Allahın acığı gəlir. Hədislərdə var, naməhrəm kişi ilə arvad bir-biri ilə əl verəndə, qiyamətin günündə bunların əli yapışır bir-birinə, Peyğəmbərin qabağında dayanırlar. Həzrətdən şəfaət istirlər.
Həzrət buyurur, mən bu əmələ icazə verməmişdim. Qayıdın. Buyurur, bax, əgər insan iki məsələdə bütün günahlar, xüsusilə bu iki məsələdən günahların çoxu buradan başlanır. Peyğəmbər buyurur, Qəzzu əbsarəkum təravnəl əcaib. Gözlərinizi bağlayın, onda əcaib gözünüzə görsənər. Qəribə hallar görərsiniz. Siz gözünüzü bağlayın haramdan. Ondan sonra sizin ürəyinizin gözü açılacaq, hər nə lazımdır onların hamısını görəcək. O adamlar ki, böyük məqamlara çatıblar, onlar keçiblər belə günahlardan. Mərhum Ayətullah Şeyx Əbdünnəbi Əraki, Şeyx Əbdünnəbi Əraki. Mənim ustadım deyirdi, mən Şeyx Əbdünnəbi Ərakini görməmişəm. Amma mənim ustadım deyir, mən ondan danışdım, ondan bir söz soruşdum. Çünki o, hər kəs yuxu görürdü. Yuxunu belə yozurdu ki, belə hamısı icra olurdu. Allah ona bu qüdrəti vermişdi. Yuxu yozmaq qüdrətin Allah ona vermişdi. Deyir, mən ondan soruşdum. Dedim ki, hər kəsə Allah bunu verib, o bir şeydən keçib. Sizin bu mərhəməti ki Allah sizə verib, sizin də bir hadisə olub sən üçün. Deyir, dedi ki, bir hadisə oldu. Gənc vaxtımıdır, cavan vaxtımıdır. Subaydım, dərs oxuyurdum, tələbə idim. Bir otaqda yaşayırdım. Günlərin birində hava soğuqdu, qış idi, qapı döyüldü. Gördüm bir xanım, dedi mən yolumu azmışam. Mümkündür mənə bu gecə pənah verəsən qalan burada, yoxsa mən ya soğuqdan, ya heyvanlar var idi, mən tələf oluram, təhlükədəyəm. Deyir, mənim rəhmim gəldi ona. İcazə verdim, gəldi. Cavan bir qadın idi, çox gözəl. Deyir, mən icazə verdim, amma özüm də məşğul oldum öz işlərimə. Kitab oxuyuram, yazıram, öz işimə məşğulam. Gecə yarısı şeytan girdi ürəyimə. Vəsvəsə eləyir məni. Deyir, şeytan vəsvəsə eləyəndə birdən mən özümə xitab elədim. Dedim, nə fikirləşirsən? Durdum, çıxdım otaqdan. Otağın qabağında hovuz var idi. Qədim olardı da hovuzlar, su doldurardılar. Deyir, o hovuzun qırağında səhərə qədər soğuqda dəstəmaz aldım, namaz qıldım ki, nə otağa keçmədim, nə icazə vermədim o vəsvəsə məndə güclənə. Ta səhər açıldı. Soğuqda hovuzun qırağında durdum, namaz qıldım, Allaha yalvardım, əgər sən mənə kömək eləməsən, şeytan məni aparar. La ərahu və heythuma yarani. Şeirdir bu. İmam Səccad əleyhissalamdan bir nəfər deyib öyrəşmişdim bunu. İmam Səccad deyib bu şeiri çox oxuyardı. La ərahu və heythuma yarani və indəmə ənsahu la yənsani fəseyyidi illəm təğis səbani kəma səba Adəmə min cinani. İlahi, əgər sən mənə kömək eləməsən, şeytan məni iman evindən çıxadar. Necə ki, babam Adəmi cənnətdən çıxartdı. Deyir, səhərə qədər dayandım hovuzun qırağında, namaz qıldım, ibadət elədim. Səhər açıldı, onu yola saldım, getdi. Səcdə elədim, ilahi, şükr elirəm ki, sən kömək elədin, mən günaha düşmədim. Mındar olmadım mən. Nəfsim mındar olmadı, qəlbim mındar olmadı, ruhum mındar olmadı.
Ondan sonra deyir Allah verdi. Nə verəcəydi verdi. O əzəmətə çatdı ki, çox böyük əzəmətli bir insan idi. Hər kəs yuxu görüb gəlirdi, ona o qüdrəti vermişdi ki, o onu yozurdu. Necə lazımdı. Bir gün deyir, ürəyim istəyirdi ki, Həzrəti ziyarət eləyim. Çox gəzirdim, təbəssür eləyirdim ki, qismət olsun Həzrəti ziyarət eləyim. 12-ci imamı. İmam Zaman ağanı deyir, istirdim ziyarət. Allahümme salli ala Muhammed və ali Muhammed. Bilmirəm, çıxmışdım çölə şəhərdən. Heç kim yox. Orada təvəssül eləmişdim. Yuxu yapardı deyəsən, əgər səhv eləmirəmsə. Deyir, gördüm, bir gözəl cavan oğlan gəldi mənim yanıma. Nəsə mənə istəyirdi deyə, deyir, mən də öz halımdaydım. Ona dedim ki, sən buyur. Mən öz halımdayam. Deyir, o getdi. O gedəndən sonra dedim ki, bu kim idi? Bəlkə elə axtardığım özüdür bu. Deyir, düşdüm dalıcan. Gördüm bir mənzildir, qapını açdı, girdi içəri. Qapını döydüm. Çıxdılar, açdılar, icazə verdilər, mən də keçdim içəri. Gördüm, həman gözəl, cavan oğlan oturub. Gəldim, mən də oturdum qabağında mərifət ilə, suallarım vardı, soruşacaqdım, amma yadımdan çıxdı hamısı. Deyir, bir qədər oturdum, durdum, icazə istədim, çıxdım. Sonra çıxandan sonra deyir, yadıma düşdü suallarım. Gəldim, qapını döydüm, dedim ki, mən yenə gəlmək istəyirəm. Dedilər ki, Həzrət özü yoxdur, amma naibi buradadır. Nəcəfdə təxminən bir 60 il bundan qabağın sözüdür ki, mərhum Seyd Əbləsən ağa ondan Nəcəfdə idi ki, məruf idi, o mərcəyi təqlid idi, ağay Burucirdidən qabaq və hamı ona təqlid eləyirdi. Deyir, dedim, eybi yoxdur, naibindən soruşaram. Əraki deyir, mən də Seyd Əbləsən ağa ilə çox belə isti əlaqəmiz yox idi. Deyir, girdim, apardılar otağa, gördüm Seyd Əbləsən ağadır. Sualları verdim, cavabları aldım, yuxudan durdum. Durdum, getdim Nəcəfə. Getdim ağay Seyd Əbləsən ağanın evinə. İcazə verdilər, keçdim otağa. Bu da bir şəxsiyyətdir. Keçdim otağa, məni gördü, deyir, gülümsünəndə mən hiss elədim ki, elə bil, o da bilir. Deyir, mən sualları verdim. Hamısının cavablarını deyəndən sonra dedi, ağay Əraki, indi inandın. İnandın ki, gördüyün adam Həzrət özü idi. İnsan pak olsa, onlar axtarıb taparlar. Biz özümüzü qabiliyyətdən salmışıq, əl tapa bilmirik. O adamlar ki, özlərindən keçiblər, şəhvətlərindən keçiblər, şəxsi mənfəətlərindən keçiblər, Allahın eşqinin yolunda, İmam Zaman ağanın eşqinin yolunda. Cəməl müharibəsində bir cavan oğlanla Əli əleyhissalam danışdı. Kimi diyor? Müslüm adında bir cavandı. O Mədinədə, Hüzeyfə Mədinədə hakim olanda Hüzeyfənin vasitəsilə
o cəlb oldu bir yana. Əli əleyhissalamla yaxınlaşdı, yaxın dost oldular. İman o qədər güclü oldu ki, Cəməl müharibəsində Həzrəti Əli əleyhissalam dedi, Quranı götürdü. Dedi, bir gənc oğlan istəyirəm ki, bu Quranı ala əlinə, gedə Bəsrə cəmaatına ki, Cəməl müharibəsini bəzəyib düzəldiblər, onlara Quranı görsədə və onları dəvət eləyə, deyə gəlin bu Quranın hökmünə əməl eləyin. Kim diyor? Müslüm əlin qaldırdı, dedi mənəm. Həzrət Quranı verdi ona. O çıxanda ağa buyurdu ki, bilirsiniz bu kimdir? Bu bir gənc idi ki, Allah bunun ürəyin nurani eləyib. Və bu insanın dediği, Həzrət buyurdu, bu insan Allah'ın ziyarətinə, yəni şəhadət mənsəbinə nail olacaq. Və Bəsrəlilər də bunu öldürəndən sonra xeyir görməyəcəklər. Quran əlində gəldi, dayandı qoşunun qabağında. Dedi, sizi dəvət edirəm, gəlin bu Quran hakim olsun və siz bunun sözlərinə əməl eləyin. Cəməl müharibəsini yığışdırın. Amma onlar bəzəmişdilər işi. İşi gördülər də, birinci bunun sağ əlini saldılar. Quranı verdi sol əlinə. Ondan sonra sol əlini kəsdilər. Kəsilmiş əlləri ilə Quranı sinəsində saxladı. Ondan sonra gəldilər, yetişdilər buna, tikə-tikə doğradılar. Elə belə deyir, insan canından keçə. Gərək insan əvvəl şəhvətindən keçə, yeməyindən keçə, məşq eləyə, ondan sonra lazım olanda Əli əleyhissalamın məhzərində o imanı görsə də. Həzrət buyurdu, bax, mənim həqiqi dostlarım belədilər. Bunlar mənim həqiqi dostlarımdılar. Ona görə də buyurur, əməl ilə iman ikisi bir-birinə bağlıdırlar. Bunları bir-birindən ayırmaq mümkündür. Quranın ayəsi bizə deyir, bunlar bir-birindən heç vaxt gərək ayrılmayalar.